Salam, hər vaxtınız xeyir olsun. Deməli, uşaqlar, bu günlərim nə bişirdik biz? Melanzane, toyuq qanadları, 3 cür sousda toyuq qanadları bişirdik. Melanzaneye gördünüz ki, tomat sos elədik. Sos demişdən, neçə ana sosumuz var? Kim deyər? Neçə ana sosumuz var? Denə. Hansılardır? Hollandaise, domates, brown sos, bechamel. Qəşəng. Çoxları bizə indi o istər Instagramda, istər TikTokda, sosial şəbəkələrdə səhvlər tuturlar ki, filan şey bilmirsiniz, bəhman şey bilmirsiniz. Bu günlərim o deyənlər diqqətlə qulaq assın. Bizim nəyə qadir olduğumuzu, nəyi bildiyimizi, nəyi bilmədiyimizi görəsiniz özünüz. Uşaqlar maşallah hər şey hazırdılar. Başlayaq hasablardan. Hasab cavab eşidirəm. Hasab qidada olan təhlükələrin arada qaldırılması üçün yaradılmış bir sistemdir. Məqsəd qidada olan qidanın istehsalçıdan istehlakçıya qədər olan qidada olan təhlükələrin aradan qaldırılması. Neçədən təhlükəsi var? 3 dənə. Hansılardır? Bioloji, kimyəvi, fiziki. Afərin, qəşəng, çox gözəl. 3 riski var. Sonra getdik. Steyklərdən danışaq. Steyklərin projarkası, bişmə dərəcələri, neçə cür dərəcəsi var? 6 dənə. Denən, görə hansılardır? Blue, rare, medium well, well done. Well done. Afərin. Medium neçə dərəcədir? 58, 60. 60. Sonra, yaxşı, bulu neçə dərəcədir? 43, 45. 45 dərəcə. Bulu çox red qallarda Azərbaycanda zakaz olunur, çünki çox belə deyək, çiğdir ona görə. Sonra keçdik, nə qaldı burada? Allergenlər. Neçə cür allergenimiz var uşaqlar? 14 dənə. 14 dənə. 14 dənə. Kim deyə bilər? Saya bilərsiniz? Say görüm hansılardır? Kərüz, lupin, xardal, malyoskalar, xərçəng kimilər, süd məhsulları, kükürt dioksid. Afərin. Biraz möhkəm, aha. Sonra Paxla. Paxla. Soya sosu. Soya soslu soya. Soya. Aha. Yumurta, qoz fındıq, fıstıq, gluten dənəmələr. Əla. Kuncuq. Afərin, çox gözəl, çox qəşəng. Sonra taxtalar, bu doğradığımız taxtalar. Mən həmişə dönə-dönə tapşırmışam ki, maşallah sizlər çoxsuz, taxtalarımız məhdud saydadır. Ona görə biz bunu bilirik. Sadəcə olaraq şəraitdən uyğun olmadığı görə, yəni bəzən taxtaları səhv doğrayırıq. Hansı, belə deyək də, yaxşı. Karışnivi daskada, denən görə, karışnivi daskada, sarı daskada, çiğ toyuq, quş məhsulları, yaşıl daskada, tərəvəz, sonra ağ daskada, süd məhsulları, afərin, sonra qırmızı daskada, çiğ ətlər. İndi də son zamanlar qara daskalar çıxıbdır. Afərin. Sonra məhsul qəbul eləyəndə, istər dry storage quru məhsullar, istər də xaladelniya qəbul olanda FIFO deyə bir belə deyək də şey var. FIFO bilirsiniz də yəqin ki, FIFO nədir? Nədir FIFO? Birinci girən, axırıncı çıxan. Aysa, FIFO, first in, first out. Aysa, birinci gələn. O deməkdir ki, yəni malı gətirib qoyuruq, istər stoğa, istər xaladelniya qoyuruqsa, bunu qabağa qoymuruq. Qabaqdakı mal xarab olmasın deyə bunu arxaya qoyuruq. Aysa, yeni malı arxaya qoyuruq, təzə malı, orada olan malı götürürük, düzdür. Sonra harada nələr qaldı? Məncə bu qədər kifayət eləyər. Çox sağ olun. Sağ olun.